Salam əziz şagirdlər, mən Fatimə müəllimə. Bugünkü dərsimizdə riyaziyyatın ən vacib mövzularından biri olan natural ədədlər mövzusunu öyrənəcəyik. Mövzunu addım-addım, sadə, aydın şəkildə izah edəcəm. Hər biriniz inşallah rahat başa düşəsiniz. Dərsi diqqətlə izləyin. Dəftər qələminiz ya hazırdırsa başlayaq. Natural ədədlər mövzusunda birinci başlayıram say sistemlərindən. Say sistemlərində bilirik ki, 1, 2, 3, 4, 5, sonra 6, 7, 8, 9, 10, 11, belə davam eləyir. Əsaslarını deyək. Burada deməli, bu 5-dir, x 10-dur, L 50-dir, C 100-dür, D 500-dür, 500, M isə 1000-dir. Bunları əzbərləsək daha asan olacaqdır. Yaxşı. Bir də əsas qeydlərdən birini deyim ki, ədədlərin yazılışında, rum rəqəmlərində bir-birinin ardınca 3 dəfə təkrarlanan yazıla bilər, 4-cü təkrarlanıb yazıla bilməz. Məsələn, demək istəyirəm ki, C yaza bilərik. 4-cünü artıq yaza bilmərik. 3 dənə C yaza bilərik, 300. Ondan sonra məsələn belə olmaz. 4 dəfə olmaz, 5 dəfə olmaz, 3 dəfə. Ən çoxu 3 dəfə yazıla bilər. 2 də yazılar, 1 də yazılar. Yaxşı. Bir də rum rəqəmlərin oxunuşu zamanı böyük rəqəmin solundakı ədəd çıxılır, sağındakı ədəd toplanır. Yəni C, L deyək. C-im 100-dür, L-im də 50-dir. Olur 150. Amma LC desəm, kiçik solda da axı, kiçik gəlib sonra böyük gəlib, yol böyüyün olmalıydı. Onda çıxsın kiçik, yəni C-dən L-ə çıxacağım. 100-dən 50-sini çıxanda 50 qalacaqdır. Bunun da cavabı 50-dir. Bir də ədədlərin yazılışında L-dır, D-dır, 5-dir. Heç bunlar təkrarlana bilməz. Bunlar heç vaxt nə 2 dəfə, nə 3 dəfə. Təkrarlana bilməz, bir dəfə yazıla bilər. Yəni 2-dən belə bu yazım, sonralı yazım, olmaz belə bir şey. Görməmisiniz, onsuz da işdir. Onlar məsələn soruşar, hansı doğru yazılıb, hansı yanlış. L, D, bir də V, yəni 50, 500, 5. Bunlar təkrarlana bilməz. Bir dəfə yadda saxlayın, içərisində 5 olanlar təkrarlana bilməz. Digərləri də təkrarlansa belə 3 dəfə təkrarlanır. Məsələn, biz 8 yazırıq, görmüsünüz ki, 9-u belə yazaq, yox. Yaxşı, say sistemlərindən bu qədər. Gəldik natural ədədlərə. Əşyaları saymaq üçün və ya eyni növ əşyaların sıra nömrəsini göstərmək üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Yəni, biz əşyanı saymaq istəyirik. Uzun-uzadı qaydanı boş verək. Əşyanı saymaq istəyiriksə, neçədən başlayırıq? 1-dən. Heç vaxt deməmişik ki, bu 0-cı əşyadır. 1, 2, 3. Deməli, ən kiçik natural ədədim neçədir? Ən kiçik natural ədədim 1-dir. Ən böyük natural ədəd deyə bilərsiniz. Sən deyərsən 100, mən deyərəm 101, 102. Davam edib gedəcəkdir. Ədədlərin sonu olmadığına görə natural ədədim ən böyüyü sonsuzdur. Bir də bax, gördüyümüz kimi türklərdə 0-a natural ədəd deyirlər, bunu da qeyd edeyim. Amma bizdə 0 natural ədəd deyil. Çünki əşyanı sayarkən 0-dan başlamırıq. Natural ədədlər böyük N hərfi ilə işarə olunur. Natural ədədlərə müsbət tam ədədlər də deyilir. Bu sıraya natural sıra da deyilə bilər. Yəni, görsəz şaşırmayın. Bir də var rəqəmlər. Rəqəmlər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bir də 0'ım da var. 10 dənə rəqəmim var. Uşaq çırxır 9 deyir, 9-a qədər getdiyini. Amma yox, 0 da daxildir deyə 10 dənə rəqəmim var. Rəqəmlər birləşib ədəd yaradır. Yəni, 1 ilə 2 rəqəmdir birləşdi, 12 ədədini yaratdı. Neçə rəqəmimiz var? 10 dənə. Ən kiçik rəqəmim neçədir? 0-dır. Ən böyük rəqəmim neçədir? 9-dur. Ən kiçik natural ədədim 1 idi, ən böyük natural ədədim yoxdur, sonsuzdur. Gələk tək və cüt ədədlərə. Cüt ədədlər sonu 0, 2, 4, 6, 2, 4, 6, 8 ilə bitən ədədlərə cüt ədədlər deyilir. Cüt ədədlərin ümumi şəkli 2n-dir. Yəni, diqqət eləyin, hamısı 2-yə bölünür da. Yəni, 2-yə bölünən bir ədəddir. N-in yerinə nə qoyursan qoy burada.
2-yə vuranda cüt ədəd alınacaq. 3 qoy elədi 6 cüt ədəd. Yəni buna deyəcəyik cüt ədədlərin düsturumu deyim, ümumi şəkli. Necə yadınızda saxlaya bilirsiniz, elə yadda saxlayın. Cüt ədədlərin ümumi şəkli. 2. Tək ədədlərin ümumi şəkli. Birinci tək ədədlər deyək 1, 3, 5, 7, 9 nöqtə davam edir. Sonu 1, 3, 5, 7, 9-dan bitənlər tək ədədlərdir. Belə deyim, diqqət eləyin. Cüt ədədin üzərinə 1 gələndə eləyəcək tək ədəd. Və yaxud da 1 çıxanda. Yəni bunun da ümumi şəkli düsturu olacaq 2n minus 1. Aha, yəni 2-yə vur. N-in yerinə nə qoyuq? 3 qoyuq. 2 dəfə 3-ün 6, 1-in də çıxdım 5. Görürsüz tək ədəd elədi. N-in yerinə 4 qoyuram. 4 dəfə 2-in 8, 8-dən 1-in çıxdım 7. Elədi tək ədəd. Tək ədədlərin də ümumi şəkli, yəni düsturu 2n minus 1 şəklində göstərilir. Plus 1 kimi də yazırlar, plus minus 1. Amma ən çox işlənən minus 1-də deyə elə minus 1 kimi də göstərilir. Yaxşı. Əgər bizə desə ardıcıl natural ədədlər biri var. Bunun asan yolunu deyəcəm, amma yenə də fərqli yolu da deyim ki, ən azından dinləyin. Ardıcıl ədəd də deyə bilər. Ardıcıl, tək və ya cüt. Bax, ikisi də eyni olacaq. Təklə cütün qaydası eyni olacaq. Yaxşı, buna diqqət edəyin. Yaxşı, ardıcıl ədəd desə, deyəcəm 2, 3 dənə ardıcıl ədəd. 2 plus 1, 2 plus 2. Ardıcıl tək ya da cüt desə, 2 plus 2, 2 plus 4. Düşünməyin ki, bu 2, 4 cütdür, ancaq cütünküdür. Yox, həm təkində, həm cütün. Məsələn, yoxlayaq niyə? Bir dənə ardıcıl ədəd deyirəm, 2. 2-dən sonra nə gəlir? 3, 4, düzdür. 2-nin üstünə nə gəldim? 1 gəldim, elədi 3. 2-nin üstünə nə gəldim? 2 gəldim, elədi 4. Ona görə 1, 2 ardıcıl olaraq artır. İndi gələk təkə və ya cütə. Təki birinci yoxlayıq. 3, 5, 7 deyirəm. Ardıcıl təkdilər axı. 3-ün üstünə nə gəldim? 2 gəldim, bax 5 elədi. Bəs 3-ün üstünə nə gəldim? 4 gəldim, 7 elədi. Başa düşdünüz? Ona görə 2, 4 artır. Hansı tək ədəd deyirsən de, ondan sonraki tək ədədi deməyin üçün üstünə 2 gəlməlisən və yaxud da üstünə 4 gəlməlisən. Başa düşdük? Yaxşı. Bir də bəzən bunu necə deyə bilərik? Ardıcıl tək, ardıcıl cüt qayda kimi soruşar. Yenə də deyək, ardıcıl tək deyir. Onda sən birinci tək ədədin düsturu nə idi? Ümumi şəklim 2n minus 1. Mən dedim neçə artır? 2, 2. O birisi olacaq 2n minus 1 plus 2. O birisi olacaq 2n minus 1 plus 4. İndi bundan cavabını da yazaq 2n plus 1. Bu da 2n plus 3. Deməli, ardıcıl tək desə, bu şəkildə göstərsə səhv olur. Yəni bu variantı da seçmək tam da doğru olur. Yaxşı, qayda kimi soruşa bilər. Amma bütün misalları bununla eləyirik. Hamısında da alınır demək olar ki. Bu asan yol olsun deyə dedim. Ardıcıl cütü də bir dənə yoxlayaq. Ardıcıl deyir cüt 3 dənə. Biri 2n olsun. Biri 2n plus 2 olsun. Çünki qaydada nə dedim? Burada dedik ki, bir dəfə 2c, bir dəfə 4c. Aha, bir də 2n plus 4. Yəni özü budur. Özünün üstünə 2 gəldim. Özünün üstünə 4 gəldim. Bu qədər asan. Yaxşı. Bir də yaxşı, bir dəqiqə. Əlimdəydi. Yaxşı, bir də ardıcıl natural edilən cəm düsturları var. Bunları mütləq soruşacağım. Bax, hazırlıqda mütləq bunları qayda kimi əzbərləyəsiniz. İndiyə qədər əzbərlətməmişəm, amma əzbərləyəcəyik. Çünki ən çətin vəziyyətdə öyrənirik. Artıq biz riyaziyyatı buraxılışı asan düşür deyə bir şey yoxdur. Yaxşı, elə blok səviyyəli öyrənəcəyik. Ardıcıl natural edilən cəmi. Ardıcıl natural ədəd belədir. 1, 2, 3, 4, 5. Bunların cəmi mən nə bilim, necə tapacağım? Tutaq ki, bura 23 dedi. 23 dənə də durub toplamayacağım ya da 123 dedi. Düzdür? Bunlar nə deyirik? Bu axırıncı nədirsə buna n deyirəm. Bilmirəm də nədir? Buna n deyirəm. Bir dəqiqə. Aha, buna n deyirəm. Yaxşı, düsturu necə olacaq? N vurulsun. N plus 1 bölək 2. O axırıncı ədəd neçədirsə, axırıncı ədəd vurulsun, üstünə bir gəlmişi bölə 2. Məsələn, 30-a qədərin cəmini soruşur. Silsilə keçəndə bunu öyrənəsiniz. Silsilədən 30 vuraq, 30-un üstünə bir 31 bölə 2. İxtisar gedəcək 15, 15-də 31-ə vurub cavab yazırıq, o da oldu cəmi. Bu hansıdır? Ardıcıl natural ədədlərin cəm düsturu. İşarəliyək düsturu budur, bax. Ardıcıl natural ədədlərin cəm düsturu. N vurulsun, n plus 1 bölü 2. Yaxşı, qaydanı bildinizsə, niyə n-in yerinə nə qoyduğumuza, tabi bu birisilərdə deməyəcəm. Elə bir dənə düsturu deyirəm, keçəm. Ardıcıl tək ədədlərin cəmi də var. 1, 3, 5, 7, 9, düzdür.
Axırıncı nə olur? 2n minus 1-dir də. Bilmirik axı nədir? Tək ədədlərin ümumi şəkli düsturudur. Burada cavab nədir? N kvadrat. İndi n-i necə tapacağam burada? N-i necə tapacağam? Axırıncıya məsələn deyirəm ki, axırıncıya deyirəm 37. Düzdür? Bu 2n minus 1-in yerinə 37 durub. Yəni bunun cavabı 37-dir. Onda yazıram 2n minus 1 bərabərdir 37-yə. N-in yerinə nə qoyan da 37 eləyir. N-i tap, sonra 10 kvadratı cavabın olacaq. N də bərabərdir 19. Deməli 19-un kvadratı imiş. 361. Yaxşı. 19-un kvadratı. Başa düşdük. Tək ədəd desə, tək ədədin düsturu o axırıncıdır, bax. Yaxşı. Sonra cüt ədədlərin cəmən desə, yəni 2, 4, 6, 8, belə-belə davam eləyir. Cüt ədədlərin ümumi şəklinin düsturu nə idi? 2n. Deməli, axırıncı nədirsə, bu toplamadır, vergül qoyuram. Axırıncı da 2n. Bunun düsturu nədir? N vurulsun, n plus 1 olacaq. O qədər soruşacağım ki, adət eləyəsiniz, narahat olmayın. Yaxşı, 2n. Axırıncı ədəd məsələn verib 28. N-im demək neçəymiş? Demək 2n-im 28 imiş də axırıncı olan. N-im demək 14 imiş. Gətirib qoyub yerinə hesablayasın. 14 vuraq 15. Bu qədər asan. Yaxşı, axırıncını deyirəm. Ardıcıl natural ədədlərin cəmin deyəndə, kvadratların cəmin deyəndə, ardıcıl natural ədədlər bunlar. Kvadratları cəmidir. Təsadüfən deyir, hə? Amma o qədər soruşacağım ki, əzbər eləyək ki, işçidə düşə bilər. O da bərabərdir. N vurulsun, n plus 1, bir də 2n plus 1 bölək 6. Məsələn, axırıncı burada nədir? 6-ın kvadrat dəyər. Demək, n-in yerinə 6 qoyacağım. 6 qoyub hesablayıb gedəcəm. Harada n gördüm, yerinə 6 qoyub hesablayacağım. Ardıcıl natural ədədlərin kvadratları cəm düsturudur. Bir də tək cüt ədədlərdə yəqin ki, görmüsünüz. T deyilir təkləri, C də cütlərinkidir, düzdür. D təklə cütün cəminə eləyir. Nə bilim, cütlə cütün cəminə eləyir. Əslində mən, məsələn, əzbər deyərəm də, cütlə cütün cəmi cütdür. Təklə cütün cəmi təkdir. Amma bunun əzbərləməyə gərək yoxdur. Uzun-uzadı qaydalar deməyəcəm. Hamısının bir-bir açıqlaması var. Məsələn, tək düşünəsən, deyəsən 3, sonra da deyəsən 4. Toplayırsan, baxasan nə elədi? Tək. Deməli, hə, cavab tək olacaq. Birində yoxla, ikisində yoxla, düzdürsə fisiota. Hamısı əyli olacaq. Məsələn, cüt. 2-nin 2, 4 eləyir, cütdür həqiqətən. Yəni, misal yoxlamaqla, ən aşağı rəqəmləri verib yoxlamaqla yaza bilərsən. Yaxşı. Gələk indi natural ədədlərin onluq say sistemində yazılışına. Misal nümunələrini vermirəm, izahları verirəm. Misal nümunələrini hazırlıqda elə hamısını bir-bir uzun-uzadı deyəcəm. Ədədlərin onluq say sistemində yazılışına. A, B, C, D. Aha. Burada duran təklik, onluq, yüzlük, minlik mərtəbə vahidlərimizdir. Açılışı necə olacaqdır? Asan yol, təhlik onluq, yüzlük, minlik. Min sözünü demədim buna. Demək, 1000 ayaz. Üstə gələk. Yüzlük demədik buna, 100 beyaz. Onluq dedik, demək 10 C-dir. Təhlik dedim, yəni təkcə dedim. Başqa cür necə deyə bilərəm? A yazmıram, A-dan sonra neçə dənə ədəd var? 3 dənə ədəd var. Deməli, 3 dənə 0 qoyacam, yəni 1000 olacaq. B-dən sonra 2 dənə 2 0 qoyacam. Hər cürə fikirləşə bilərsiniz. Bu belə. Bir də var ki, hə, A, B, tam, bir dəqiqə, C, D. Aha, bunun açılışı necə olacaqdır? Birinci təhlik onluğumuzu deyək, bayaq öyrətdiyim kimi 10A, təhlik onluq sayıram, həmişə vergüldən sonra sayıram. Bir də bunu deyim, məsələn, 23 ədədin yazırsınız, kalkulyatorda yazanda diqqət eləyərsiniz, yəqin ki, axırına nöqtə qoyur. Bu vergülüm əslində var, sadəcə işlətmirik. Demək, təhlik onluq vergülün solunda olurdu. Deməli, bu təhlik onluq vergülün solunda olacaq buradadır. Düzdür? Bunlar təhlik onluq. Yaxşı, C ilə D nədir? 10-da 1, 100-də 1. İndi yazıq. 10A, üstə gələk. B, üstə gələk. 10-da 1C, yəni 0-10-da 1C. Buna da 100-də 1D. Üstə gələk 0-dan 100-də 1D. Yanında 1-i də olsaydı, 1000-də 1, 10.000-də 1, belə davam edib gedəcəkdi. Yaxşı. Misallardan bir ikisini deyim sizə buna. Bəzən belə bir şey yazır. Çıxaq A, B, üstünə xət qoyuruq. Bərabərdir 179. Yaxşı. Bunu heç vaxt demərəm də, açılış yazın, hesablayın. Açılış yazmayın. Bu üstündə bu işarəni görən kimi deməyin açılış yazıq. Bunu alt-alta yazanda rahatca cavab çıxır. Aha.
Alt-alta yazın. Əgər belə cavabı dəqiq versə, 8-dən nə çıxanda 9 qalır? 8-dən 9-un çıxanda. Yəni 18-dən 9-un çıxıb da, heç nədən 9-un çıxanda 9 qalmaz. Axı 8-dən heç nədən çıxanda 9 qalmaz. Amma 18-dən çıxanda. Deməli bu 18-dən 9-un çıxıb 9-u qalıb. Demək buradan 1 onluq alıb. B-im neçədir? 9-dur. 9-dan 1 onluq götürüb nə qalıb? 8. 8-dən nəyə çıxanda? Bax bu 8 qalıbdır. 8-dən nəyə çıxanda 7 qalar? 1. Deməli A-im də 1 imiş. Gətirik, qoyuruq yerinə. Bu da 1 imiş. Deməli, A ilə 1 tapdıq. 1 ilə 9 imiş. O da elədi 10. Yaxşı, bu da belə. Başqa nə deyə bilərik buna? Bir də belə bir misallar var. Axırın alınmaq şəklini deyirəm. Misal belə olacaqdır. 3A plus 2B. Burada bunu açılışın yazacağıq. A-ları bir tərəfə, B-ləri bir tərəfə yığacağıq. Yığandan sonra axırda cavab, məsəl üçün deyirəm, qoy elə nağdı cavab da deyim. 7A bərabərdir B. Deməli, bu A-ya 1 deyəcəyik, bunun qarşısında duranı. B-yə də bu 7-in qarşısında duranı deyəcəyik. Niyə? Fikirləşin də 7-yi nəyə vursaq ya da B-yi nəyə vursaq, cavablar eyni olur. Bəzən belə də olur. 7A bərabərdir 2B. Elə eləməlisən ki, ikisinin də cavabı eyni olsun. Deməli, bunu 2-yə vurum, bunu da 7-yə, yerlərini dəyişdirim ki, ikisi də 14 eləsin də. Başa düşdük? Yəni, çarpaz belə buna budur deyəcəyik. Çox işlənəcək misallardan biridir. Bəzən neçə gəlir? Məsələn, AB-dir, hesaplamışıq, misalda verib, hesaplamışıq. Almışam ki, A bərabərdir 2B. İndi deyir, bunun ən böyük qiymətini tap, ya ən kiçik qiymətin, A plus B-in ən böyük qiymətinin bir şərtdə deyəcək də. Çünki çox qiymət olur orada. Məsələn, B hər şey olur da, hər şey verir, 1 verirəm. B-yə 1 versəm, 1-i 2-yə vuranda nə eləyəcək? 2. Deməli, 21 ola bilir. B-yə 2 verdim. A-im nə olacaq? 2-ni 2-yə vurdum, nə elədi? 4. Deməli, 42 də ola bilər. 3 də verə bilərəm, bu 6 da eləyə bilər. 4 verərəm, 8 eləyər. 5 verərəm, 10 eləyər. Sizcə 10 eləyə bilər. A-nın yerinə nətə 10 yazım. Bunların yerində bir rəqəm durar həmişə. Başa düşdük? Heç vaxt ədəd durmaz. Rəqəm durar. Yəni 0-dan 9-a qədər olan ədədlər dura bilər. Oldu. Bu da oldu bizim natural ədədlərin onluq sayı sistemində yazılışı. Gələn videomuzda inşallah natural ədədlərin bölünmə əlamətlərini izah eləyəcəyəm. Sağ olun.